Mənsub müəllim, oldu mu belə şeylər? Dediniz ki, hayır, mən insanları yaxşı tanımamışam. Yəni, bu hamımızda bu olub 100%. Cavan vaxtda olurdu, amma indi yox. Artıq mən, siz insanları olduğu kimi qəbul edirəm. Mən insanları, bax, həyatı necə var, real. Çünki o Həzrət Əlinin sözüdür. Deyir, məsəl üçün, ən çox pislik kimdən gözləsin? Deyir, yaxşılıq elədiyim adamla. Deyir, Allah məni düşmanlarımdan, dostlarımdan qorusun, düşmanlarımdan tanıyıram. Amma çox belə 99%-dən razıyam. O 1% ki var, o da bilsin, kimin də genindən nədirsə, onu mən deyə bilmərəm də. Amma inanın, onların da həmişə yaxşılığını istəyirəm. Deyirəm ki, Allah İnanıram sizə. Deyirəm ki, Allah yolunu açıq eləsin. Amin. İnsandır da, bəlkə də biri dar düşüncəlidir, biri hamı istəyir burada uğur qazansın, amma hər kəsin imkanı yoxdur ona, hər kəsin istidadı çatmır ona, amma o da iddialıdır. Mən həmişə uşaq gənclərə deyirəm ki, imkanınızdan aşağı danışın, heç vaxt imkanınızdan yuxarı danışmayın. Gücünüz nəyə çatırsa ondan danışın və çalışın, efirdə böyük danışmayın. Çalışın, sənətinizi öyrənin. Sizdən böyük sənətkarlar var, biz Əlibaba müəllimin, Arif müəllimin, Axan müəllimin yanında çalışırıq, danışmayaq. Çünki yanımızda muğamın yazılmayan qanunları var. Bəli. Nə ki, muğamında həyatda da o var. Hətta ürəyimizdə sözümüz olanda demirdik. Sonra özümüz onlara yaxınlaşıb özlərinə deyirdik. Nəyin ki, məsəl üçün, efirdə oturasan, belə yayılıb, böyük danışasan. Bizə o söz haqqını qazanmalısan sən. Birinci onu qazanmalısan. O haqqı sənə xalq verir, sənət verir. Ondan sonra sən söz deyə bilərsən.